və Kuti sözü türk dilində olan müqəddəs sözündən fərqli bir şey deyil. Demək ki, burada adını çəkdiyimiz fərqli boylar bir yerə birləşdiyindən türklər bu birliyi Kuti adlandırmışdı. Növbəti bir birliyin adı isə Lulubi tayfa birliyidir. Lulubi sözünün günümüzdə işlənən sözü lələdir. Azərbaycanın bir çox dialektində lələ hələ də böyük qardaş, ata mənasına gəlir və biz həmin lələ inancını yenə eyni ilə Osmanlıda və həmçinin Qızılbaş Səfəvilərdə bir titul kimi və ya şahzadələrin hamisi mənasında lələ sözünün davam etdiyini görürük. Demək ki, bu lələ sözü rəhbər mənasında olan bu titul eramızdan əvvəl 3-cü minildən düz 1500-cü, 1600-cü illərə qədər davam etmişdir. Və dolayısıyla demək ki, həmin lələ titulunda hansısa bir türk tayfa ittifaqı nəzərdə tutulur. Və bunlardan növbətisi artıq Turuk tayfa birliyidir. Rəsmi tarixdə türk tarixi başladılır eramızın 5-ci əsrindən, yəni Göytürklərlə. Qeyd edim ki, Göytürklər əslində Orxan Yenisey yazıtlarında özlərinə türk demişdi, lakin zaman-zaman Tapqaç türklərinin qarşılığı kimi özlərinə ökük türk demişdi. İndi fikir verin, rəsmi tarixdə türk tarixi və türk sözü başlayır 5-ci əsrdən, Turuk tayfa birliyi isə başlayır eramızdan əvvəl 3-cü, 2-ci minillik arasında. Asur qaynaqlarında, Asur mətnlərində Turuk-Asur savaşları geniş yazılmışdı. Təbii ki, bu daha geniş formada araşdırılmalıdır. Amma yəni Asur mətnlərində bu var. Yalnız eramızın 1400-cü illərindən artıq Turuk adı Asur qaynaqlarında keçmir. Və Kuti, Lulubi, Turuk, Kuman tayfa birliyi ilə bərabər Su tayfalarından danışılır və bir də günümüz Azərbaycan Araz çayı ətrafında Naxçı boylarından və kəngərlərdən danışılır. Mən artıq kəngər sözünün etimoloji təhlilini verdim. Naxçı tayfa birliyi haqqında da indi qarşıda dəyinəcəm. Demək ki, biz bu tayfa birliklərinin eramızdan əvvəl 9-cu əsrdən bu tayfa birliklərinin üstünə Manna və 2 əsr sonra eramızdan əvvəl 7-ci əsrdə isə Midiya dövlətinin yarandığını görürük.